Mən 4-cü kurs oxuyurdum institutda. Məmməd Aslan Kəlbəcərə getmişdi. Mən o xoşbəxtlərdənəm ki, bu şeirin mürəkkəbi qurumamış ilk oxucusu mən olmuşam. Kəlbəcəri gəzdi, gəldi, dedi dədə, Şəmşirin oylağını dolanıb gəlirəm. Onda bu şeir yaranmışdı. Dədə Şəmşir, oylağını dolandım. Başım yenə bulutlara toxundu. Dəli dağdan taleyimə boylandım. Ötən günlər buradan mənə yaxındır. Həsrət ki var, əridər də, əyər də, vüsal gərək arzuları göyərdə. Taleyimi gürən gördüm bu yerdə, gözlərimiz bir-birinə baxındı. Gür bulaqlar, nər dağlarda, nər gözlər. Qaya gördüm qoltuğunda nərgizlər. Həsrətini çox çəkmişəm, nərgizlər. Xumar gözlüm, nə yatmısan, qalx indi. Günəş doğar, ildırımlar, zərbələr. Tufan qopar, zirvələrə zərbələr. Əbəs səndən ayrı düşdüm zirvələrə, mən qalx başıma, qalx indi. Dağ ürəyim, bulaq qanım, göynəyim. Bu göylərdə yoxa çıxdı göynəyim. Arzulardım, sevinəydi köynəyim. Çəmən, çiçək mənə köynək toxundu. Dədə Şəmşir, qanatlandım doğrusu. Bir çəmənəm, torpağıma damar su. Söz soluğuna hayf qaldım tamarzı. Təzə nəğmələrin mənsiz oxundu. Göy kişnəsə bir qayyaçın burada. Ocaq kimi alış burada, sön burada. Sazın burada, sözün burada, sən burada. İndi bildim dünya gözü toxundu. Nəy varsa o təbiətə bağlayır. O deyir ki, sən buradasansa, bütün dünya sənindir. Mən getdim deyir, dünya göz toxun. O göz toxla o adamdır ki, Kəlbəcərdə yaşadı, Kəlbəcərdə qaldı, Kəlbəcərdə də arzularına çatdı.